Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə Kimya 8-ci sinif dərslikdən kovalent rabitə mövzusunun öyrəndiklərinizi yoxlayın blokunda olan tapşırıqların izahını bölüşürəm. İlk suala diqqət edirək. Kovalent rabitə nədir və atomlar arasında necə yaranır? Kovalent rabitə deməli atomlar arasında ümumi elektron cütünün iştirakı ilə yaranan rabitədir və əsasən qeyri-metal atomları arasında əmələ gələ bilir. Bu qeyri-metallar eyni də ola bilər, müxtəlif də ola bilər. İkinci sual. H flor və hidrogen molekullarında rabitənin əmələ gəlmə sxemini təsvir edin. Birinci biz diqqət yetirək H flora. Hidrogenin sıra nömrəsi 1s1, 1 tək elektronu var. Florun sıra nömrəsi 1s2, 2s2, 2p5 şəklindədir. Neçə tək elektronu var? 1 tək elektronu var. Deməli hidrogenin də 1, florun da 1. Ümumi neçə tək elektronlar oldu? 2 tək elektronları. Yəni 2 tək elektronlarından ortaq şəkildə istifadə edəcəklər. Hidrogenin təsəvvür edək ki, nüvəsidir. Bu da birinci energetik səviyyə və birinci energetik səviyyədə digəri isə flordur. Florun 2 də energetik səviyyəsi var, bir də nüvə. Deməli, birinci energetik səviyyədə florda 2 elektron, ikinci energetik səviyyədə 7 var, 8-ə tamamlanmalıdır. Hidrogende də 1 var, dubleti əsasən 2-yə tamamlanmalıdır. Və hər ikisinin 2 elektrondan ortaq olaraq istifadə edirlər. Çünki florun da bir tək elektronu var, hidrogenin də bir tək elektronu, cəmi 2 tək elektronu və ortaq olaraq istifadə elədilər 2 tək elektrondan. Hidrogen tamamlandı. Dublet qaydasına 2 elektrona tamamlanmalıdır. Bu iki ortaq olaraq həm hidrogenin həm florundur. Bu tamamlandı. Digəri isə deməli florda isə xarici energetik təbəqədə 2 dənə burada var. Düzdür? Neçədən çatışmır? 8-ə tamamlamaq üçün hələ 6-dan çatışmır. 1 2 3 4 5 6 7 8-ə tamamlandı. Və quruluş bu şəkildə yaranır H florda. Hidrogenə diqqət yetirək. Hidrogende 1s1-dir elektron konfigurasiyası. 2 dənə hidrogen atomu var. Hərəsində bir tək elektron varsa, H2-də 2 tək elektron. Baxın, yazıram hidrogen, hidrogen, bir nüvə, nüvə. 2 tək elektron var. Daha doğrusu birində bir hidrogen atomunda bir tək elektron. 2 hidrogen atomu olduğuna görə 2 tək elektron. Və bu elektronlardan ortaq olaraq istifadə edirlər. Və ikisi də dublet qaydasına tamamlanır bu şəkildə. Daha sonra keçək üçüncü suala. Flor və oksigen molekullarında rabitə əmələ gəlməsinin oxşar və fərqli cəhətlərini müqayisə edin. Oxşar cəhətləri məsələn hər ikisi deməli rabitə əmələ gətirərkən molekulda olan atomlar oktet qaydasına tamamlanır. Yəni xarici elektron təbəqəsini 8-ə tamamlayırlar. Lakin fərqli cəhətləri nədir? Florun sıra nömrəsi 1s2, 2s2, 2p5-dir. Yəni florun bir tək elektronu var, bir flor atomunun. Digər flor atomunun da bir tək elektronu var. Deməli florun atomunu çəkdim. Birinci energetik səviyyə, bu da nüvə. Bu da ki, ikinci energetik səviyyə, birinci energetik səviyyə, nüvə. Birinci energetik səviyyədə 2 elektron olur. İkinci energetik səviyyə özünü 8-ə tamamlayır. Hərəsinin bir tək elektronu var. Həmin o bir tək elektronundan ortaq istifadə edirlər. Bir flor atomunda 1, digərində 1, cəmi olur 2. 2 elektrondan ortaq istifadə edirlər. Xarici energetik təbəqə oktet qaydasına əsasən 8-ə tamamlanmalıdır. 1, 2 var. 3, 4, 5, 6, 7, 8. 1, 2 var. Neçən çatışmır? 3, 4, 5, 6, 7, 8. Flor bu şəkildə əmələ gəlir. Deməli, ortaq olaraq neçə dənə elektrondan istifadə olundu? 2 dənə elektrondan. Biz də bilirik ki, bir rabitəni 2 elektron yaradır. Deməli, bu o deməkdir ki, flor atomlar arasında bir rabitə var ki, bizim 2, bir cüt elektrona ehtiyacımız var. Oksigende isə diqqət yetirsək, oksigende oksigenin elektron konfigurasiyası 1s2, 2s2, 2p4 kimidir. Və bu zaman oksigen molekulu yaranan zaman oksigen atomları deməli birləşərkən 2 tək elektronu var oksigenin, bir oksigen atomunun. 2 oksigen atomu birləşən zaman 4 tək elektron olur. Və mən çəksəm ki, nüvə, bu da xarici energetik səviyyə, birinci nüvə. Birinci energetik səviyyədə 2 elektron var. İkinci energetik səviyyədə deməli hər iki oksigen atomunun
deməli 2 elektron 4 elektrondan ortaq istifadə olunur. Baxın, bu 4 elektrondan biz ortaq şəkildə istifadə edəcəyik. Deməli 1, 2, 3, 4 elektron var xarici energetik təbəqədə. 8-i tamamlamaq üçün nəsə çatışmır. 1, 2, 3, 4, 5, 6, 7, 8. Eləcə də burada 1, 2, 3, 4, 5, 6, 7, 8 elektron çatışmır və bu şəkildə tamamlayırıq. Və biz dedik ki, ümumiyyətlə bir rabitə üçün 2 elektrona ehtiyac var. Əgər burada 4 ortaq elektron varsa, deməli neçə rabitə var oksigen atomları arasında? 2 rabitə var ki, 4 elektrona ehtiyac var. Deməli flor atomları arasında 1 rabitə, oksigen atomları arasında 2 rabitə yaranır. Dördüncü sual deyir, nə üçün oksigen hidrogenlə H2O, oksigen azot isə hidrogenlə NH3 molekulu əmələ gətirir. Deməli, bildiyimiz kimi biz dedik ki, ümumiyyətlə kovalent rabitədə formul tərtib edərkən elementin neçə elektrona ehtiyacı varsa üzərində yazılır. Baxın, oksigenin normalda 2 elektrona ehtiyacı var, okteydə tamamlanmaq üçün, hidrogenin də 1 elektrona. Və bu üçün də formul tərtib edərkən 2 ilə 1 üçün ortaq məxrəc 2, 2 1-ə bölünür, 2 dəfə 2 2-yə bölünür, 1 dəfə formul bu şəkildə tələb olunur. Azotunu isə elektron konfigurasiyasını yazarkən görünür ki, oktet qaydasına əsasən 3 elektrona ehtiyacı var. Hidrogenin də 1 elektrona. 3 və 1 üçün ortaq məxrəc 3, 3 3-ə bölünür 1 dəfə, 3 1-ə bölünür 3 dəfə. Formul bu şəkildə tərtib olunur.